Salam, bugün mən sizə növbəti video dərsimizdə dil ailələri, dil, onlara daxil olan dil qrupları və xalqlar haqqında növbəti video dərsimizdə Avstrasiya dil ailəsinə daxil olan xalqlar haqqında məlumat verəcəyəm. Vyetnamlılar, Khmerlər, Semangillər və Monqlar haqqında. Vyetnamlılar və ya Kinlər Vyetnamın yerli Cənub-Şərqi Asiya xalqıdır. Onlar ən çox danışılan Avstrasiya dili olan Vyetnam dilində danışırlar və King termini rəsmi olaraq onları Vyetnamdakı digər etnik qruplardan fərqləndirmək üçün istifadə olunur. Çünki 1999-cu il siyahıya alınmasına görə onlar ölkə əhalisinin 86%-ni təşkil edirdilər. Və burada Vyetnamlıların müxtəlif ölkələrdə yaşayan Vyetnamlıların sayları qeyd olunur. Vyetnamın özündə 82 milyondan çox əhali yaşayır, yəni Vyetnamlı yaşayır. Digər dilləri Vyetnam dilidir. Dinləri Buddizm, Taoizm, Konfusisçilik, Katoliklik və Protestantizm. Və burada Vyetnamlılar haqqında müəyyən məlumatlar vardır. Coğrafi və lingvistik baxımdan Cənub-Şərqi Asiya kimi təsnif olunsa da, uzun müddətli Çin hakimiyyəti və təsiri demək ki, Vyetnamlıları Şərqi Asiya mədəni sferasına, daha dəqiq desək, Cənubi Han Çinlilərinə və Cənubi Çinin digər xalqlarına mənimsəmişdir ki, bu xalqlar da onların yaxın şimal qonşularıdır. Vyet sözü qədim dövrdə Çin mədəniyyətinə mənimsənilmiş müxtəlif qeyri-Çinli xalqlar üçün istifadə edilən Baç Vyet adının qısaldılmış formasıdır. Nam cənub deməkdir. Və burada da yenə də məlumatlar yazılmışdır. Rəsmi olaraq tanınmış 54 etnik qrupa malik çox millətli bir ölkədir. Və Kin xalqı əhalinin təxminən 86-87%-ni təşkil edir. Qalan 53 qrup tez-tez dağlıq bölgələrdə yaşayan azlıq qrupları aşağıdakıları əhatə edir. Tay, Mong, Khmer və Monq kimi bir-birinin özünə məxsus dilləri və adət-ənənələri var. Və burada əsas ənənəvi qruplar və xüsusiyyətləri haqqında məlumat yazılmışdır. Kin, Vyetnam xalqı, şimali dağlıq qruplar, burada adları qeyd olunur. Mərkəzi dağlıqlar, Khmer xalqı əsasən Mekong deltasında yerləşir və Çol, Çınam, Tmay yeni ili kimi özünə məxsus ənənələrə malikdir. Və burada demək qalereyada deməli Vyetnamlı qız ənənəvi geyimləri burada göstərilir. Kaliforniyada Vyetnam yeni ilini qeyd edən Vyetnamlı əcnəbilər burada qeyd olunur və Vyetnamdan bir toy mərasimi qeyd olunur. Bir də qeyd etmək istəyərdim ki, şimali dağlıq qruplar arasında Tay və Tay kimi qruplar deməli dayaqlı evlərdə yaşayır və yaş düyü becərilməsi ilə məşğul olurlar. Taylar mürəkkəb, tünd, indigo parçaları və canlı festivalları ilə tanınırlar. Gözəl milli geyimlərə malikdirlər.
Növbəti xalqımız Khmerlərdir. Khmerlər Kambocanın əsas əhalisi olan etnik qrup, ümumi sayı təxminən 16 milyon nəfərdir. Onlardan 14,2 milyonu Kambocada, 895 min, 1,3 milyonu Vyetnamın cənubunda isə 1,4 milyonu Taylandda yaşayır. Dilləri Khmerlər Avstraliya dillərinin Mong-Khmer qolunun Khmer dilində danışırlar. Onlar Khmer yazısından istifadə edirlər. Və dinləri Khmerlər əsasən Buddizmin cənub qolu olan Theravadaya etiqad edirlər və Kambocanın kahin ailələrində dini rütbə ana tərəfdən kişiyə bacısının oğluna keçə bilərdi. Çünki Khmer ruhaniləri subaylığa riayət edirdilər. Və burada yenə məlumatlar burada qeyd olunur. Hindistan Brahmi dilindən götürülmüş unikal bir əlifbadan istifadə edir.
Semanklar Malayziya yarımadasının yerli etnik azlıq qrupudur və tez-tez bölgənin ən erkən sakinlərindən biri kimi tanınırlar və onlar Malayziyadakı daha böyük orang asli yerli qrupun bir hissəsidir və tünd dəri və buruq saç kimi ortaq fiziki xüsusiyyətlərə görə bəzən negrito termini ilə də xatırlanırlar. Və burada yerləşmə və əhalisi qeyd olunur. Demək, Malayziyanın meşəlik dağlıq bölgələrində və Taylandın cənubunda yaşayırlar. Ümumi əhalisi təxminən 4800 nəfərdir. Onlardan təxminən 2000-3000-ü Malayziyada, daha az əhalisi isə Taylanddadır. Və burada həyat tərzləri haqqında qeyd olunur. Ovçu yığıcılardır və dolanışıqlarını meşədən alırlar.